Salam əziz izləyicilər. Güvən 10-cu sinif bugünkü sınavın izahına baxacaq. 31-ci sualda deyir bizə. Cədvələ əsasən uyğunluğu müəyyən edin. A-da deyir, Babadağdan cənub-şərqə doğru Baş Qafqaz hissəsi tədricən yüksəlir. Yüksəlməz alçılar deməli A yanlışdır. Dinovrasa zirvəsi Baş Qafqaz hissəsində yerləşir. Bəli, doğru fikirdir. Zəfər zirvəsi Qusar rayonu arasında yerləşir. Doğru fikirdir, amma yanlış yazılıb. Deyir, Talış dağları parla uzanan talış, beşdəstər və Burova silsilələrindən ibarətdir. Doğru fikirdir, amma qabanı yanlış yazılıb. Deməli, biz bunu götürmürük. Deyir, Ceyrançöl okean səviyyəsindən aşağıda yerləşir. Yanlış fikirdir. Qabanı doğru yazıldığı üçün biz bunu götürmürük. Deməli, 31-də doğru cavabımız olur. B variantı. 32. Acor düzü hansı tekton zonda yerləşir? Acor düzü yerləşir iki tekton düşməsində. Doğru cavabımız C variantı. 33. Dağların, zirvələrin düzgün verildiği bəndi müəyyəndir. Tub, Qal, Atlasalar yanlışdır. Qorin, Hindiquş, Ündel yanlışdır. Kongur, Pamirin C doğrudur. Materhon, Alp dağlardır. Deməli D yanlışdır. Qalxabiçen, Qafqaz yanlışdır. Skandinaviyanın zirvəsidir. Deməli doğru cavabımız C variantı olur burada. 34'e baxırıq. Cədvələ tamamlanan 1-də xromitin işarəsi verilib, 2-də kvars qumları. Xromit yataqları Azərbaycanda Göydərə və İpəkdir. Kvars qumları isə Hacıbəli və Höküməli. Deməli doğru cavabımız olur D variantı. 35. Verilmiş uclar nöqtələri yerləşdikləri materiklərə müvafiq olaraq qruplaşdırın. Oyas Şahzadəsi yerləşir harda? Deməli Şimal Amerikada. 1'ə B-ni götürürük biz. Bayren yerləşir harda? Avstraliyada. 2'ye götürürük biz C-ni. Deməli Qalnes yerləşir harda? Cənubi Amerikada. 3'e götürürük D-ni. Piyad yerləşir harda? Avrasiyada. 4'e A'nı götürürük. 1B, 2C, 3D, 4A verilib D variantında. 36. Yaz gecə gündüz bərabərliyi günü. Günorta vaxtı günəş şüaları 66.5 dərəcə uzanıb düşər. Yaz gecə gündüz bərabərliyi günü 21 mart tarixində günəş ekvator zenitdə olursa, deməli tropik xəttlərinə günəş şüaları düşəcək 66.5 dərəcə buzaq altına. Doğru cavabımız A variantı. 37. Hansı coğrafi uzunluqla Greenwich meridian arasında yerli vaxt fərqi 1 saatdan çoxdur? Təbii ki 15 dərəcədən çox olan bir məntəqəni seçməliyik. Greenwich'dən 15 dərəcədən artıq bir uzunluqda yerləşən məntəqəni götürməliyik. Bu da eləyəcək 18 qərb uzunluğu. Doğru cavabımız E variantı. 38. Xəritə sisteminə əsasən rəqəmlərə müvafiq gələn dağlar müəyyəndir. Birinci dağ Appalaç dağlardır. İkinci dağ Kap dağlardır. Üçüncü dağ da deməli Tavr dağlardır. Türkiyədə yerləşir. Deməli Appalaç, Kap, Tavr. Doğru cavabımız A variantı. 39. Qan xəritə çölündə hansı geoloji dövrün çöküntüləri üstünü təşkil edir? Qan xəritə çölündə 4-cü dövrün. Doğru cavabımız C variantı. 40. sual. Etna və Hekla vulkanlarının oxşar əlaməti sönmüş yox, fəaliyyətli olan vulkanlarda yanlışdır. Adada yerləşir, bəli. Etna Siciliya adasında yerləşir, Hekla isə İslandiya adasında. Deməli B doğrudur. Divergen yanlışdır. Şimal Amerika materikində yerləşirlər, yanlışdır. And dağlarında fəaliyyətli olan vulkanlardır, bu da yanlışdır. 41. sual daha doğrusu. Sxemdə günəşin zenitdə olma prosesi göstərilmişdir. Buna əsasən A nöqtəsində hansı coğrafi enişdə yerləşə biləcəyini müəyyən edir. Sxemdə baxırıq, görürük ki, məntəqə günəş 90 dərəcə buzaq altına düşürsə, deməli bu məntəqə tropik xətlər daxil olmaqla tropiklər arasında olan bir məntəqə ola bilər. Bu da eləyir 20 dərəcə cənub enliyi. Doğru cavabımız B variantı. 42. Doğru olmayan fikir müəyyən edin. Yerin geoloji inkişafının ilk mərhələsində onun səthi əsasən su ilə örtülmüşdür. Qurunun sayı kiçik olmuşdur. Doğru fikirdir. Azərbaycan adına qırşanı yerləşir. Doğru fikirdir. Materik və okean tipli yer qabını malik olan iki litosfer tavası bir-biri ilə toqquşarkən sahil bölgüdə dağlar, okeanda dərin çölkə yaranır. Doğru fikirdir. D-də materik və okean tipli yer qabına malik olan litosfer tavaların hərəkət nəticəsində sahil sahəsi tədricən azalır. Bu da doğru fikirdir. E-də deyir. Antarktida materik geoloji geçmişdə Lavraziya Gondvan tərkibində olub. Yanlış olan budur. Doğru cavabımız E variantı. 43. Eksogen mənşəli relyef formalarından deyil. Duyun daxildir, barxan daxildir, sirik daxildir, yarğan daxildir, amma vulkan konusu endogən mənşəli relyef formasıdır. Doğru cavabımız E variantı. 44. Tianşan dağlarına aid olan xüsusiyyəti istəyir bizdən. Qafqaz dağları sistemi ilə eyni yaşdadır. Yanlışdır. Kaynozoyda təkrar fəallaşmışdı. Bəli, yenidən törəmiş dağdır. Doğrudur bu. Mezoid arasında yaranmışdı. Yanlışdır. Cəm şərq Asiyada yerləşir. Yanlışdır.
Litosfer tavalarının divergenslərində yerləşir. Bu da yanlışdır. 45. Birinci və ikinci çarpışmaların sərhəddi hansı meydana keçir? Birinci çarpışmanın orta meydanı 15 şərq uzunluğu. İkinci çarpışmanın orta meydanı deməli 30 şərq uzunluğu. Hər ikisindən 7.5 gəlsək eləyir 22.5 şərq uzunluğu. Doğru cavabımız eləyir E variantı. 46. Eller Venn diaqramını tamamlayan bəndi müəyyəndir. Gəlin tamamlayan bəndə baxayım burada. Deməli Palazey və Mezozoy erlərini veriblər. Fenerozey evinə aiddirlər. Bəli, elə doğrudur burada. Karadan qırışığı baş vermişdi, Palazeydə olub. 6 geoloji dövrə bölünür, Palazey aiddir. Kimya qırışığı baş vermişdi, Mezozoy aiddir. Pangea, Lavrasiya qondarma qurulan parçalanmışdı. Bu olub Palazeydə. Doğru cavabımız A variantı. 47. Fizol şəhərin ən hündür nöqtəsinin mütləq hündürlüyü 416 metrdir. Bu nöqtənin göstərildiyi və kəsmək istənilən 50 metr olan horizontal sxemdə daxili horizontal mütləq hündürlüyü nə qədər olar? Biz 416-nı bölürük 50-yə. Düşür 8 dəfə. 8-i biz vursaq 50-yə nataməsindən götürülmüş eləyir 400 metr. Deməli, daxili horizontalımız hündürlüyü olacaq 400 metr. Doğru cavabımız B variantı. 48. Götürmək pillə daha kiçikdir. Götürmək pillə biz demişdik ki, aktiv ərazilərdə, cavan ərazidə daha kiçikdir. Elə A variant doğrudur. Meksika əyalası. Ən cavan içərilərində budur. Baxırıq biz 49-cu suala. Xəritə sxemi əsasən Kiçik Qafqaz tektonik zonasında yerləşən ərazilər müəyyəndir. 1 yerləşir, 4 yerləşir, 5 Kür tektonik çürüməsidir, 2 Kür tektonik çürüməsidir, 3 isə Ön Qafqaz çürüməsidir. Bizə lazım olan Kiçik Qafqaz tektonik qalxmasına aid olan ərazi 1 ilə 4-dür. Doğru cavabımız D variantı. 50. Təbiətdən geniş yayılmış maqmatik süturlar hansıdır? Qranit ilə bazaltdır. Doğru cavabımız C variantı. 51. Talaş dalan zirvələr müəyyəndir. Kömürçə və qızıl yurdudur. İlə A-da doğru veriblər. 52. Aşağıdakı düzənliklərdən hansında tez-tez zəlzələ baş verir? Aktiv ərazidə göğsünə oxşan birləşən düzənlik olmalıdır. Məsəl üçün İrandır, Anadoludur, Tibetdir, Meksikadır, Kür Arazıdır, Padanovalığıdır, Meside yaylasıdır və s. Bunlar deyə bilərik. Bunlar içərisində sağdaladıqlarımdan Anadolu yaylası. Doğru cavabımız D variantı. 53. B məntəqəsinin qütb ulduzu 40 dərəcə abcı altında görünüb. Bu məntəqənin 40 şərq uzunluğuna yerləşdiyi nəzər alaraq onunla baş şəhər arasında ən qısa məsafə 40 şərq uzunluğu. Bu da 50 şərq uzunluğu. Yerləşir 40 dərəcə şimal enliyində. Və 40 dərəcə şimal enliyində 1 dərəcəmizin uzunluğu nə qədərdir? 85,4. Aralarında 10 dərəcə fərq var. Deməli biz 85,4'ü vurmalıyıq 10'a. Bu deyilir 854 kilometr. Doğru cavabımız olur 854 kilometr. 54. Cədvəl sınırına uyğun sıralar müəyyəndir. Materik və okean tavalarının sərhədində yerləşən adalar. Materik və okean tavalarının sərhədində yerləşən ada burada Azor okean tipi tavalarının sərhədində yerləşir. Müqəddəs Elin okean tipi tavalarının sərhədində yerləşir. Alet adaları doğrudur. 2 okean tavalarının sərhədində yerləşir. Odu torpaq yanlışdır. Pascal doğrudur. İslandiya doğrudur. Deməli doğru cavablarımız olur 3, 5 və 6. Baxırıq biz 55-ci suala. Doğru fikirlər seçin. Dəliyyə sesinin ən düz zirvəsi Qapıçıqdır. 1 yanlışdır. Şərur, Böyüktiz və Gülüstan Arazboy Zəncərə aiddir. 2 doğrudur. Azərbaycan ərazisinin ən qədimi sorular Samur Dəvəçoğlu'nun rast gəlinir. Yanlışdır. Baş Qafqazın və yan Sizlərin böyük Meliyan Malik Ramazan tez sürüşmələr baş verir. Bu doğrudur. Şirvan düzü Kürün sağ sahəsində yox, sol sahəsində yerləşir. 5 də yanlışdır. Doğru cavabımız olur 2 və 4. 56. Turist istiqamətində 20 km. Çıxdığı ərazi bir olsun. Cənuba gəlib 20 km. Sonra 90 azimutla şərqə gedib 20 km. Çatıb bura. Cənub şərqə. Çatdığı yer cənub şərq olub. Və deyir ki, onlar likin məntəqə ən qısa yolla hansı azimutla qayıtmalıdırlar? Qayıtmalıdırlar onlar deməli 315 dərəcə azimutla. Cənub şərq 135 deyə ən qısa azimutla qayıtmanı tapmaq üçün biz bunu 315'dən və yaxud belə hesablayaq bunu. Bu qaydası da var. Əgər gedilən yol 180'dən kiçik isə toplamalıydı. 180 üzəri gəl 135. Bu deyilir 315 dərəcə azimut. Doğru cavabımız 315. 57. Litosfer tavalarının xəritə sxeminə əsasən uyğunluğu müəyyəndir. Litosfer tavalarını veriblər 1 və 2.
1. Nazca tavasıdır. 1'e C'ni götürürük. 2 də kokos. 2 də B'ni götürürük. 58. Gəlin situasiyonu oxuyan əvvəlcə. A dağlar seismik cəhətdən ən sabit materikdə yerləşir. Ən sabit materik Avstraliyadır. Bu dağlarda fəal vulkanizm yoxdur. Bu qədim fəal dağlar materikin şərq sahili boyunca uzanır. O ayrı-ayrı massivlərdən ibarətdir. Burada ən yüksək zirvəsi hündürlüyü 2228 metrdir. A dağların yerləşdiyi materikin ən aşağı nöqtəsi okean səviyyəsi -16 metrdir. Söhbət Avstraliyadan gedir. 58. A dağları və bu dağın yerləşdiyi materikin adı. A dağlar yerləşdir adı. Böyük sayırıcı. Yerləşdiyi materikdə Avstraliya. 59. A dağının seismik cəhətdən sabit olması səbəbi. Ümumiyyətlə biz demişdik ki, Avstraliya sərhədləri litosfer olan sərhədlər üstə düşmədiyi üçün burada tektonik hadisələr, seismik hadisələr baş vermir. Ona görə biz yaza bilərik ki, litosfer olan sərhəddən uzaqda yerləşir. Sərhədindən uzaqda yerləşir və A dağları qədim dağ olduğu üçün, faili dağlar olduğu üçün bu tektonik hadisələr baş vermir. Faili dağlar da yaza bilərsiniz. 60. A dağlarının ən yüksək zirvəsinin adı. Kostuşka zirvəsidir. 2228. 1'e götürürük biz Kostuşka. 2'ye götürürük biz. Ne deyir burada? Materikin hündürlük amputunu hesabla. Hündürlük amputu ən hündür belə hesablayalım biz bunu. 2228 deyib. Ən hündür zirvəsi. 2228. Üzərində gələyim -16'na. 16 daha doğrusu. Bu deyilir. Deməli 2244 metr. 2244 metr.